Qeybət, yəni hansı birimiz bizim zamanda qeybətə mübtəla olmayıb? Məclislərimiz qeybət. Evin içində, çöldə, dostlarda, çay evlərində, hər yanda qeybət. Və qeybət adiləşib. Baxırsa görürsən ki, adam süfrə başında yemək yeyir, bəhbəhlə, kəfkəhlə toyuq ətini yeyir, ləziz, ya da quzu ətini yeyir və yeyə-yeyə qardaşının qeybətini edir. Miskin xəbəri yoxdur ki, həmin an əslində o yediyi qeyfə olan qardaşının meyit ətidir. Bu haqda Quran-ı Kərimdə ayətə gəlib. Fəkərihtimu, yəni ikrah etdiniz bu misaldan. Allah Teala qeybət eləyənin məsələni ölü qardaşının qeyfə, yəni nətin ətini yeyənə bənzədir. Subhanallah, qeybət bəs kəbirə deyil, bəs nədir? Vaylul likulli humazətil luməzə. Məyər vay ilə təhdid olunmayıb mı, hədələnməyib mi?